Birinci nəsil məndən talışlar, o deyirlər, talışların başı 12-yə qədər başqa cür işdir, 12-dən sonra başqa cür işdir. Psixoloq Şəfəq Qədirli artıq uzun müddətdir ki, ölkədə sosial gərginlik yaradan və cəmiyyətdə parçalanmaya xidmət edən açıqlamalar verir. Onun çıxışları cəmiyyətin əsas təbəqəsi olan icablı qadınlara qarşı açıq təhqir xarakteri daşıyır. İnanclı insanları alçaldır və ölkənin əsas dini dəyərlərindən biri olan İslam haqqında etik çərçivədən kənar ifadələrlə çıxış edir. Əgər bütün qadınlar hicab taxarsa, cəmiyyətin əxlaqı hədsiz dərəcədə pozular. Hicab bağlayıb özünü bütün kişilər üçün şəhvət obyekti hesab etmənin nə qədər əxlaqsız düşüncə olduğundan danışacağam. Həqiqətən bu insanlar deyəndə ki, din bizim qeyrətimizdir, adam dəhşətə gəlir ki, dinin mahiyyəti əslində başdan ayağa şəhvət bilincidir və qadına seks obyekti olmaqdan başqa heç nə yüklənmir. Həqiqətən bir Allah varsa, niyə cəza sistemini seçir də? Yəni elə mükafatlandırma sistemini seçsin. Bununla kifayətlənməyərək milli zəmində qarşıdurma yarada biləcək məsuliyyətsiz və təxribat xarakterli fikirlər səsləndirir. İkinci məsələ məndən cənub zonası. Cənub zonasından gələn pasiyentlərimin əksəriyyətində cinsi istismar faktları var. Niyə? Çünki ora dindardır. Birinci nəsil məndən talışlar, o deyirlər, talışların başı 12-yə qədər başqa cür işdir, 12-dən sonra başqa cür işdir. Ayrı-ayrı şəxslərin davranışlarını ümumiləşdirərək bütün xalqlara dəfa olmaq yol verilməzdir. Xüsusilə talış xalqı barədə səsləndirdiyi təhqir edici fikirlər açıq-aşkar ayrı-seçkilik və nifrət ritorikasının nümunəsidir. Belə davranışlar cəmiyyəti üçün ciddi təhlükə yaradır və sosial sabitliyi pozmağa yönəlmişdir. Bu cür hallara qarşı dərhal və prinsipial tədbirlərin görülməsi zəruridir. Aidiyyəti qurumları məsələyə təxirə salınmaz şəkildə müdaxilə etməyə və hüquqi qiymət verməyə çağırırıq. Və bugün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatlar çərçivəsində rəy formalaşdırırlar ki, İslam təhlükədir dünya üçün. İslamı terrorizmlə eyniləşdirirlər, İslamofobiya rəvac verirlər, xalqları dinə görə bölürlər.